Dəyərli izləyicilər, hörmətli tamaşaçılar, salam, hər vaxtınız xeyirli uğurlu olsun inşallah. Açıq yorum programı ilə sizin qulluğunuzdayıq. Təxminən yarım saatlıq bir verilişimiz olacaqdır. Umuram ki, proqramın sonunda əli dolu və göylü xoş bir-birimizdən ayrılam. Əziz izləyicilər, son günlərdə ilginc və maraqlı bir məsələ ilə qarşılaşdıq. Sosial mediada da, sanal ortamda və məcazi fəzada da çox səs saldı. Ərdəbildə valilikdə bir tələb səsləndirildi, dilə gətirildi və keçmişdə ona bənzər istəklər və tələblər millətin tərəfindən olsaydı, bu dəfə deyək ki, hakimiyyətə mənsub olan bir qurumlardan birində bu səsləndirilirdi və bir mənada bir önəmi vardır. İstəyir onu danışaq, görək ki, bu bahanə nədir, nə demək istəyirlər. Əlbəttə, öz başa düşdüyümüzdən. Təbiətən biz millətin beynində və ürəyində deyilik, amma görək ki, nələr ola bilər və bunu danışaq. Ərdəbilin ustandarının müavinlərindən biri, deyəsən siyasi müavini deyib ki, Pəhləvi dönəmində Azərbaycanın ən hündür və yüksək dağının adı dəyişdirilibdir. Yəni, Savalandan Səvəlana çevrilibdir və biz onun təkrar Savalan olmasını istəyirik və onun üçün işləmləri başlatmışıq. Belə bir şeydir. Buraya qədər xoşdur, gözəl xəbərdir. Ancaq nədən birdən-birə belə məsələ ortaya qoyulur və keçmişdə buna müxalif olanlar indi istəyirlər ki, bir miqdar yumuşaq dəvərələr baxaq görək ki, neçə yöndən məsələyə baxmaq olar. Öncə deyək ki, tutaq bu niyyət çox başdan xeyir niyyətdir. Biz də elə o şəkildə hələlik qəbul edək və biraz irəli gedək və görək ki, buna qarşı çıxanlar kimlərdirlər? Məsələn, hakimiyyətin bir qurumu, bir ustandar ya valilik kimi bir qurumunda bu söz səsləndirilir, bu tələb ortaya qoyulur. O tərəfdən də biriləri müxalif olurlar, biriləri müvafiq olurlar, sevinirlər və nə demək istəyirlər. Bu valilikdə ya ustandaridə deyirlər ki, Pəhləvi dönəmində bu ad dəyişdirilibdir və biz istəyirik ki, qabaqçı adına qayıtsın. Millət dediyi doğrudur. Biz zaten ora, o dağa Savalan deyirik, Sultan Savalan deyirik, and içərik o dağa, qutsaldır, müqəddəsdir filandır və çox gözəl işdir. O tərəfdən müxalif səslər də qozanır və yüksəlir. Onlar da artıq o İran şəhərlilərdirlər, İran şəhərçilər. Onlar deyir ki, keçmişdə elə tarixi mənabədə o dağın adı Səvəlan yazılıbdır və daha təkrar Savalana dönüşməsinə gərək yoxdur. Elə o şəkildə qalsın. Tutaq ki, tarix kitablarında, bəzilərində elə Səvəlan da yazılsın. Nə bilim, hansısa şairin şeirində yazılmış olsun. Ya hansısa bir ərəbcə ya ərəbi mətnidə elə Səvəlan deyilsin. O, Savalan olmasına mane ola bilməz. Azərbaycana da ərəbi mətnlərdə Azərbaycan filan yazırlar. Yəni, onlar Azərbaycan dediyinə görə biz də dilimizi dəyişib Azərbaycana Azərbaycan deməməliyik. Hər kəs öz şivəsində bir şey deyə bilər. Necə ki, İngiltərənin ya İngilistanın baş kəndinə İranda Ləndən deyirlər. Halbuki İngilislər özləri o şəhərin adını fərqli tələffüz edirlər. Məsələn, nə bilim, London. A-ı, London. Ləndən, ə-ə, iki fəthi ilə bu İranda tələffüz olunur. Bu öskürməyimə görə də çox üzr istəyirəm. İnşallah əfv edərsi daha çarəsidir. Amma nə bu Ləndən deyənə biz irad tuturuq, nə London deyənə. Onlar öz orijinal şəhərlərini o şəkildə adlandırıblar. Gəlib İrana çatdığında da
neçə əl gəzib dolanıbdır. İndi o dilin zərfiyyətinə uyğun o şəkildə tələffüz olunur. Bir də qalxıb demir ki, sən niyə London deyirsən? O da niyə London deyir? O da özləri bilərlər. Odur, bizim bu coğrafiyayı adlarımız, öz adlarımız, nə bilim, toponimlər, yer adları filan ayrılarının dilində necə tələffüz olur, başqa məsələdir. Ola bilər də. Günü bu gün də elə ola bilər, fərqli ola bilər. Biz onları əsas götürməməliyik. Baxaq görək ki, öz millətimiz nə deyir, onu əsas götürə bilərik. Çox keçmişləri zaten bizim xəbərimiz yoxdur ki, yəni əgər istəsək ki, nə bilim, ağızdan ağıza bunu etibar götürsək, təbiətən biz gördüklərimizi deyəcəyik. Biz tanıdığımız, bildiyimiz yaşlı adamlar o dağa Savalan deyirlər. Sifət də işlədiklər. Onun sifəti də Sultan Savalan. Və o şəkildə də övladlarına, özlərindən sonraki nəsillərə də o adı pay kimin buraxıblar, əmanət bəlkə deyək ki, pay buraxıb və gediblər. Madam biz neçə nəsildir ağızdan ağıza, sinədən sinəyə, oranı Savalan biz eşitmişik, hələ anlamı qalsın bir tərəfə, mənisi qalsın bir tərəfə. Nə lüzum vardı gedək, məsələn, ayrı tarixi mənabeydə özdə bizdən olmayan mənbələrdə axtaraq görək ki, bizə nə deymişdir, nə lüzum vardı. Biri o işi görərmi? Məsələn, farslar bizləri o işi görərlərmi? Yəni, bildikləri adı buraxarlar, ona şəkk edirlər. Ondan gedərlər, deyərlər ki, bizə məsələn, nə bilim, Çinlilər nə deyirlər? Onu əsas götürürlər. Halbuki Çinlilər də fərqli tələffüz edə bilərlər, onların da dediyi ada görə. Bu məntiqdən uzaqdır. İndi gələk anlamına, mənisinə. Məniyə gəldikdə, sav türkcədə, əlbəttə bu bir rivayətdir. Bəri başdan demiş olam. Elə bilin, söz, mesaj, kimi zamanlar vəhy anlamındadır. İndi də deyirlər. Məsələn, biri savullaşanda söz soğunuz yoxmu? Yəni söz savınız da deyərlər. Kimi yerlərdə sav, elə tələffüz olar, kimi yerlərdə sav, sol tələffüz olar. Necə ki, qavalamaq, quvalamaq. Həm A-la, həm O-la tələffüz olunur. Söz soğ, sözün, söhbətin filanın, pəyamın, mesajın filanın varsa, ötürü soruşarlar. O anlamda işlədirlər. Deyirlər ki, o da qutsalmış, ya qutsaldır. Keçmişdə də orada hansısa bir Allahın Peyğəmbəri yaşayırmış və Allahdan o vəhyi o dağda alırmış. Ona görə dağın adı qalıbdır sav alan, yəni vəhy alan. Belə bir rivayət vardır və bunun da qəbul edənlər var. Və başqa ayrı təbirlər filanlar da vardır, məni çıxardıqlar. Amma Səbəlan üçün belə bir şey uydura bilməyiblər, möhtəmələn. Olsa da tarixdə keçməyibdir, ya da ki, çox rivayət olunmayıbdır, o yoxdur əldə. Amma bu tərəfdən bir şey çıxartmaq olur ən azından. Bu məsələlər çətin olduğuna görə, texnik məsələ olduğuna görə, mən kimi bir əvam gərək çox diqqətlə yanaşa məsələyə, ehtiyat edir. Məsələn, kəsin budur, fitva verər filan, biz belə bir, mən həddim deyil. Bunu da bir tərəfdən elan edək ki, ayıb olmasın. O alim insanların yanında, bilgin insanların yanında təbiətən gərək biz çox ehtiyatına danışaq. Ancaq deyə bilərik ki, bu rivayətləri vardır, bu söhbətləri deyirlər. Ondan sonra görək ki, hansı ağla batandır, eləyə bilərik ki, biz də onlardan qəbul edək. Bu anlamı bu olsa, dediyimiz söhbət olsa, bu anlamı olmasa, məsələn, fərqli anlamı olsa, heç anlamını bilməsək belə, yəni addır da çox keçmişdən bəri qalıbdır, çoxunun da biz mənisini bilmirik. Bəlkə də normaldır. Bəlkə də normaldır. Yəni qərar deyir ki, tarixi məsələn dibinə adam gedə, neçə il bundan qabağa görək ki, nəymiş, hardan gəlib filan, keşkə biləydik. Amma bilməsək də çox önəmli bir şey deyildir. Dəyişikliklər olur da insandır. Dil dəyişir, şivə dəyişir ondan sonra, kəlmələrin anla, görürsünüz, yeri dəyişir. Bir zaman bir şey də işlənir, sonra başqa bir anlamda işlənir. Bunlar təbiidir və üzərində çox tartışmaya gerək yoxdur, amma o işin əhli niyə? Aralarında bu tartışa bilərlər, mübahisə edə bilərlər, müzakirə edə bilərlər, dilçilər filanlar.
etimoloji eləyə bilərlər, onun kökünə çata bilərlər, o ayrı məsələdir. Nəysə, amma bildiyimiz budur. Millətin uzun zamandır ki, dilinin əzbəri olan kəlmə vardır, o ad vardır və o da yadırğanmayıbdır. Günü bu gündə işlənilir, savalandır və bu ada qayıtması da çox gözəldir. Və bunun üzərində bir dava dalaşa da gərək yoxdur. İndi bir nüktə də burada deyim dırnaq arası. Bizə, yəni, deyək ki, İranda olan türklərə belə sual çox tez-tez verirlər və adiləşibdir. Məsələn, türkcə bir ad vardır, soruşarlar. Bu adın anlamı nədir? Türklər üzrə soruşmazlar bir-birindən. Türk olmayanlar, məsələn, farslar. Bu adın anlamı nədir? Demirəm, niyyətləri pisdir. Amma onların o növü yuxarıdan aşağıya baxmaqlarını göstərir. Yəni, özünə icazə verir ki, sualı verir. Adın anlamı nədir? Bunu uşağa ad qoysan, onun mənisi nədir? Nə bilim, şəhrin adının anlamı nədir filan. Halbuki bizlər heç onlara belə sual vermərik. İndi ya ehtiyac duymuruq, ya da ki, məsələn, özümüzü o yerdə görmürük ki, onları dindirək, onlardan sual soruşaq, ya sual verək onlara. Bəlkə də özümüzü aşağı görürük. Aşağılanmışıq, təhqir olmuşuq. Məsələn, biz özümüzə icazə vermirik ki, onlardan sual soruşaq. Amma onlar çox rahat-rahat bizdən soruşarlar. Nə yaşa baxarlar, nə saça baxarlar, nə başa baxarlar, elə sual verərlər. Məsələn, nə bilim, uşağın adı Yaşar. Yaşarın anlamı nədir? Taymazın anlamı nədir? Nə bilim, Arazın anlamı nədir? Mənisi nədir? Sonra sevginin anlamı nədir? Ondan filan Elayın anlamı nədir? Soruşarlar. Bu son zamanlarda da körpə uşaqların adları türkçə olduğuna görə bu suallar da çoxalır. Amma bizimkilər onlara sual verməz. Məsələn, nə bilim, Dariyuşun anlamı nədir? Kuroş nə mənisi vardır? Yəni, Rüstəmin mənisi nədir? Heç soruşmuruq. Özləri də bilmirlər. Biz də soruşmuruq. Məncə, onların sual verdiyində biz məni tapmağa çox çabalamayaq. Ya addır da bizdə vardır, yayğın bir addır. Bilcək yaxçıdır ya, amma lüzum yoxdur onlara biz cavab verək. Bizim müəllimimiz deyirlər ki, onlar. Müəllim öyrənciyə, mühəssilə sual verər, o da müəllimə cavab verər. Müəllim ondan qabaqdan da özü öyrədər, sonra sual verir. Burada onların rabitəsi bizlə müəllim, mühəssil rabitəsi deyil ki. Nə bilim, bir ölkədə sözdə vətəndaş kimi yaşayırıq. O da arba vəziyyətdə yaşamırıq. Yəni, bərabər bir vəziyyətdə yaşamırıq. İkinci dərəcəli kimi. Bəlkə ondan da zəif vəziyyətdə yaşayırıq. Odur ki, o şəkildə bir baskı uygulayırlar. Yəni, bizə bir ruhi fişar olur. Əlbəttə, mümkündür bəzilərinin niyyəti xeyir ola. Müntəha, mən genel olaraq məsələni belirtdim ki, hər kəs özünə görə, vəziyyətinə görə edə bilər buna münasibətini bildirir. Biri istəyir cavab verirsə, biri istəyir cavab verməz. Amma bunu bilək ki, biz cavab vermək məcburiyyətində deyilik. Mənisini bilsək də, bilməsək də, elə deyək ki, sən işinlə məşğul ol, çox bizim adımızı axtarma. Biz də sizin adınızı axtarmırıq belə. Bu, indi bir pəncərədə məsələyə baxmaqdır. Bir ayrı məsələ də bu adların gündəmə gəlməsi ilə bir növ gözə çarpır. O da nə ola bilər? İndi bu dəqiqə görək ki, bizim millətimizin təməl və əsas müşkülü bu adlarmı, yoxsa başqa bir şey vardır? Doğrudur. Mən kəsinliklə qatılıram ki, bu da bizim məsələlərimizdəndir. Adımızı dəyişirlər, yer adlarını dəyişirlər. Uşaqlara türkcə ad qoymağa rahat-rahat müsaade etmirlər. Bəzisinə icazə verirlər, bəzisini qəbul eləmirlər. Elə uşaqlar vardır ki, birdən neçə ay, ya neçə il ona sicilli yaşınasnamə verilmədiyinə görə sağlıq sisteminin servisindən və xidmətlərindən məhrum qalır. Az qalır, məsələn, mədrəsəyə getməkdən məhrum ola filanlar. Belə çətinliklər vardır və görürsünüz ki, bəzi ailələr elə məhkəmə yolu döyürlər. Nədir, uşaqlarına bir istədikləri adı almaq üçün. Türkçə bir gözəl açıblər, amma hakimiyyətə mənsub olan bu qurumlar və orqanlar deyirlər ki, yox, məsələn, biz bu adı səlah görmürük.
bu ad yabancıdır, biganədir, əcnəbidir filandır. Onların biz gərək məsləhəti ilə, məsələn, öz kültürümüzdə, mədəniyyətimizdən bir ad seçək. Elə baxırsınız ki, adlar da gözəl adlardır. Çox nazənin addır, anlamı da vardır, tələffüzü də gözəldir. Sonra heç bir sıxıntı, sorunu yoxdur. Sadəcə türkcədir. Türkcə olduğuna görə, məsələn, o Tehrandan ona icazə verilmir. Yəni, Tehrandan dediyimizdə, sembolik halətdə sistemin o siyasətini yürüdənlər və yeridənlərdir. Yoxsa mümkündür elə bizim öz şəhərlərimizdə icazə verməyirlər. Məsələn, Ərdəbildə, Təbrizdə, Zəncanda, Həmədanda, Qəzvində, Urmuda filanda. Elə oldu. Amma o da dəsturi üstdən alır. Bu adların demək ki, üzərində mücadilə vermək çox gözəldir. Toponimlərin və yer adlarının qayıtması da çox yaxşıdır. Hələ burada söz açılmışkən deyək, nə qədər adlarımızdan dəyişdiriblər. Məsələn, Azərşəhər, Tufarqanı eləyiblər Azərşəhər. Kivini ya küyünü dəyişdirdilər, Kosər elədilər. Sonra bir sürü kənd adını, hələ yadımda olanlardan deyim da, Acı çayı Təlxərud, Cığatı, Qoşa çayındakı o məşhur çayımız, Zərrinirud, Tatao, Siminirud. Sonra belə-belə dəyişikliklə çox rahat utanmadan da Urmu gölündəki, qabaqçı gölü indi oldu, çöl, təəssüflər olsun. İnşallah yenə qayıdar göl olar və dəniz olar. Orada bir sürü adaların adını dəyişiblər, list verdilər, listə çıxartdılar. Bu adlar türkçə olmasın, ondan sonra farsça olsun. Sepidandan, Kəbudandan, filandan, bəhmandan belə-belə adlar verdilər. Yüzlərcə kənd adını ki, onlar orada hamısının arxasında bir tarix vardır. O adların arxasında. Boşuna orada qoyulmuyor ki adlar. Onları dəyişdilər və çox rahat-rahat bir şey uydurdular. Məsələn, mən bildiklərimdən deyim də, ayrı bölgələrdən də təbiətən biz bilgi toplaya bilərik, amma yadımda olanlardan. Ərdəbilin yaxınlığında kənd vardı, Əsnəməz. Əsnəməz. Adını dəyişiblər, qoyublar Əsbimərz. Kənd vardı, Orabəki. Orabəki. Dəyişiblər, eləyiblər Əbribeku. Orabəkini eləyiblər Əbribeku. Hasavar eləyiblər Hefzabad. Hillabad, Xəlilabad. Belə-belə adlara məsələn, deyə bilər ki, böyük yara vurublar, ya məhv eləyiblər. Tamamən tarixi itibdir orada. Nuşar, Novşəhər. Bənzədiblər biraz da. Nüədi, Novcədi cür dəyişiblər. Nə bilim, Xənəyi, Xanəqa filan və daha siz məndən yaxşı bilirsiniz və orada yaşayanlar da çox gözəl bilirlər. Bu gülünc dəyişikliklər filanlar bizim üçün əgər belə şeyin önəmi olmasa biz də görməzdən gələ bilərik, saymazdan gələ bilərik və onda da adımıza dair bir millət deyə bilmərik. Nə bilim, birinin qapısında qul, nökər, bərdə, bəndə, o mənada desələr çox pis söz deməyiblər bizə. Çünki varlığımıza dəyər vermirik, kimliyimizə önəm vermirik, əhəmiyyət vermirik. Üstümüzə nə ad qoyurlar, biz də qəbul edirik. Onda deyəmərik ki, biz məsələn azad, hür, ərkin, özgür bir insanıq. Bu sifətləri saydığım bir insan başqasının onun üstünə ad qoymasına icazə verməz. Rahat-rahat, hər kəs gələ, ondan sonra biz noxu kimi həraşa tökək. Mən belə məsləhət görürəm. Mən elə səlah görürəm. Bu ad yox. Sənin üçün uyğun deyil, münasib deyildir. Mən bu bir adı sənin üçün səlah görürəm. Demək ki, biz burada elə boynu bükük bir qul kimi nökər baxırıq onlara. Amma əgər bizdə bu hürriyyət vardırsa, bu azadlıq duyğusu, ərkinlik, özgürlük hissi bizdə vardırsa, təbiətən biz onların qarışmasına və müdaxilə etməsinə rahat-rahat icazə verməməliyik. Onlar görsələr də özləri üçün görürlər. Biz gərək elə istədiyimiz kimi davam edək. Elə bilin ki, məsələn, birindən soruşurlar ki, adın nədir? Sonra bu deyir ki, məsələn, özü adımı deyim, birinə ağır gəlməsin. Deyirəm ki, Mehdidir. Yox, mən Mehdini sənin üçün məsləhət görmürəm, uyğun deyil, ayıbdır. Məsələn, sənin adın olsun, nə bilim, Məhəmməd. Pis bir ad da demədim, o da bir gözəl addır. Amma hələ burada biraz ehtiyatla danışıram.
Amma onun nə haqqı vardır ki, məsələn, deyər mən bu adı sənə uyğun görmürəm. Kim dikir o bizim məsələn gələ. İndi burada fərdi olanda bəlkə çox gözə gəlməyə, amma biz millətdən danışdığımızda, birdən yurtdan, vətəndən danışdığımızda məsələ çox böyüyür da. Mən bu adı məsələn sizin şəhərinizə, kəndinizə uyğun görmürəm. Sən kimsən, məsələn, onu münasib görəsən, görməyəsən. Yəni biz görünə günə qalmışıq ki, hətta adillər məsələn bizə gərək qərar verirlər. Burası çox adama ağır gəlir. Hətta adil məsələn deyir, mən məsləhət görürəm ya yox, görmürəm. Deyir, hə, şah zamanı çox sıxıntı var idi az türklərə, əflanlara qarşı, amma indi yoxdur onlar. Evinizdə siz ana dilinizdə danışa bilərsiniz. Gərçi danışmasaz yaxşıdır. Əlinizdən gəldi, onu da danışmayın, o da elə deyil. Hayasızlığa baxın siz, utanmazlığa baxın. Qulam Əli hətta adildə. Niyə gərək məsələn Ələmülhudalar, Qalibaflar, Laricanilər, Rəfsəncanilər bunlar bizə qərar verə, təsmin tutar. Onlar bizim nəyimizdir? Harda bizim xeyrimizi istəyiblər? Heç istəsələr belə, onlar kimdir axı məsələn buralar bizə əmr-ü nəhy eləyərlər, təlim verərlər filan. Amma təəssüflər olsun biz böyük bir xəbtimiz olubdur və bu nökərçiliyə hazır olmuşuq. Bu qul olmağa, onun bunun arxasıca sürünməyə hazır olmuşuq. Olmasaydı təbiətən bugünümüz bu deyildi. Öz əlimiz, öz başımız olardı. Özümüzdən yönetimdə olardılar və istədiyimiz kimi olardı. Yoxsa bizdə mümkündür Azərbaycan mənşəli insanlar ola, amma yenə də başqalarının siyasətini icra eləyə. O sadəcə Azərbaycan mənşəlidir. Madəm bizim istəyimiz və xeyrimizə, mənfəətimizə hərəkət eləmir, onun Azərbaycan olmasının çox anlamı olmaz. Nəysə, biz indi bu böyük bir ayıbdır bizim üçün, bunu gərək təkrarlayaq. O qədər təkrarlayaq ki, qəbahəti təkrar üzə çıxa. Çünki sanıram ki, qəbahət yaradan gedibdir. Bir yol, bir nəfər bir yerdən keçirmiş, görür ki, millət toplanıbdır, toplaşıb birinin başının üstündə, biri də yıxılıb yerə. Sonra deyir, nə olubdur o yerə yıxılana? Deyirlər ki, ona bir nəfər ağır yaman deyib, söyüş söyübdür. Çox belə ağır söyüş. O da bir qeyrətli insandır, zəftini ala bilməyibdir, dözə bilməyibdir və bayılıb. O da deyən də gedib məsələn də. Deyir, bunun çarəsi var da. Mən onu yerdən qaldırıram. Çarəsi nədir? Buna iynə mi vuracaqsan? Dərman mı verəcəksən? Deyir, yox. Əyilir qulağına bir neçə dəqiqə sözlər deyir. O bayılan durur, üst başını çırpır və gedir. Bu şəxsə deyirlər ki, sən nə dedin ona? Dua mı oxudun? Deyir, yox. Mən bayaqdan onun qulağına ağır-ağır söyüş söyürəm. O dediyi söyüş və onun neçə qat ağırını. O qədər dedim, ona adiləşdi. Sıradanlaşdı. Odur ki, dayı o qəbahətçi aradan getdi, ağırlığı da azaldı və durdu getdi. Bu misal ayıbıdır. Amma sanıram ki, bizim başımıza belə bir bəla gəlibdir. O qədər bizi aşağılayıblar, təhqir eləyiblər və o qədər söyüş söyüblər üzümüzə. Daha onun o pisliki elə bil aradan gedibdir, adiləşibdir. Deyib, belə olar, deyirlər. Mən xatırlayıram öyrəncilik zamanı. Mən 1376-da, 1997-də öyrənci olmuşam Tehranda, İmam Sadıq Universitetində. Orada bilərəkdən, yataqxanada, xabqahda qalabalıq idi əz-qəza o gün, olduğum otaqda. 5-10 öyrənci vardı, gənc uşaqdılar. Deyirdilər, gülürdülər, hayküy salırdılar filan. Birdən dedim ki onlara, Farsda nə xəbəriz bu? Farsbazi dəyər nə yarıdır? Fars oyunu çıxartmayın da. Bu nə haydı? Bilərəkdən ha. Bunlara bir bütünləydi bir para. Hamısına istisnasız. Elə bunlar incidilər bu sözdən. Elə bunlara ağır gəldi. Yalnız mənim onların yanında bir hörmətim, ehtiramım vardı. Ondan daha çox belə ağır yerə keçmədi məsələ. Amma hamısı dedilər ki, filan kəs. Səndən gözləməzdik. Bu nə sözdür bizə dedin sən filan. Dedim, bilərəkdən dedim. Bizlərə deyirsiniz, türk oyunu çıxartmayın, torkbaz dərnək. İstədim görəm ki, sizə deyəndə nə olur. Elə o günlər idi,
Bir Güney Azərbaycanlı otaq birimiz var idi. Bir fars qonağı var idi. Xatirə deyirdi. İki millətin fərqinə bax. Bizimki o farsa xatirədir. Deyə oraya getdim, buraya getdim. Ben de orada bir torkbazi dələ oradan, Türk oyunu çıxartdım. Baxdım, gördüm ki, biz nə qədər geridəyik. Özümüz aşağılanmağa qardımızı açırıq. Qarşı tərəf nə qədər qardını sıx tutursa, biz tam tərsinə çox yumuşaq və aşağılanmağa bir hazırlıq göstəririk. Buyur, sənin qulluğundayıq. Gəl ayaqla keç. Elə deyirik. Əlbəttə, belə düşüncələri şükür Allaha günü-gündən yerlərini o erkin, özgür, hür, azad düşünən insanlara verirlər. Ya özləri dəyişirlər, ya bu bir insanlar meydana gəlirlər və sayıları çoxalır və Allah sayılarını da bol eləsin, artıq eləsin. Odur ki, umutsuz olmuruq. Biz çox da umudluyuq, çünki yeni nəsil məsələni dərindən başa düşübdür və getdikcə də bizim üçün çox faydalı, xeyirli işlər görəcəkdir. Son dəqiqələrə gəlib çatmışıq. Bir başqa elə bu məsələ ilə bağlı və ilgili də deyim, amma bir ayrı pəncərədən istəyirəm baxam vəziyyəyə və sonra sizinlə sağollaşam. O da nədir? Az öncə dedim ki, bu ad məsələsi önəmlidir, amma ondan daha bizim təməl və deyək ki, dərin sorunlarımız və müşküllərimiz var. İndi bu iqtisadi məsələ, deyək ki, problemlər varkən, ya nə bilim, dilimiz məhv olmaqdaykən bir adın dəyişməsi çox önəmlidir. Ya bunun yerinə vaxtımızı başqa şeyə qoysaq olmaz mıydı? Mən deyirəm, bu olsun. Ad məsələsi olsun və qaytarsınlar. Çox gözəldir və dəstəkləyək. Amma möhtəmələn bunun yanında başqa bir oyun da çıxa bilər. Çünki hakimiyyət tərəfindən başlanıbdır. Mən istəmirəm, həttəmən deyəm, hakimiyyət başladığı bir şey, hər şey yanlışdır. Yox. Amma deyəm ki, diqqətli olaq. Ola bilsin ki, bu zamanədə sıxıntı çoxdur, problemlər xırtdəhdəndir. Bu söhbətləri ortaya atmaqla bizim başımızı qalləməsinlər. Boynumuza minnət də qoymasınlar. Ən az işlərdəndir bunlar görürlər, görə biləcəkləri, ən o hətta minimum işlərdəndir, görsünlər. Çox da minnət qoymasınlar və bundan da ayrı məsələləri örtbasdır eləməsinlər. Biz də dəstəkləyirik, adı Pəhləvi dönəmində dəyişilmiş adları qaytarsınlar, hamısını qaytarsınlar. Ondan sonra, amma əsas bizim o istəklərimizdə vardır, onlar da yerindədir. Bu fərqli məsələ ilə bu idi ki, mən xülasə olaraq dedim. Bir də ki, son olaraq bunu da deyim, bunu da indi xatırladım, ağlıma gəldi. Bizdə də vardır. Bəzən görürsünüz ki, hakimiyyət tərəfindən bir hərəkət edirlər. İndi bilərəkdən, bilmədən olur da adı dəyişirlər. Bizlər sustuğumuz sürəcə, səssiz qaldığımız sürəcə o işlərini rahat görürlər. Amma etiraz elədiyimizdə ola bilsin ki, geri addım atsınlar. Bu Tufarqanda kimi də xatırlayıram. Sanıram cənab Həsən Cəfərzadənin işlərindəndir ki, orada elə bilin çayın adını dəyişirmişlər. Ondan bunlar etiraz eləmişdi və qoymamışdılar, yerində qalmışdı. Bu çoxdan sözüdür. Bir yolda mən gördüm ki, Ərdəbildə Şorəbilin, o gölün adını dəyişiblər, Kovsər yazıblar. Tablolara belə yazdılar. Onda 2 yol mən getdim Ərdəbilin o zamanki bələdiyyə başqanı cənab-ı Kəmal-i Pirməzdin. Kəmal Pirməzdinlə görüşdüm. Dedi ki, mən şurada danışaram. O indiki şura yox, onda fərqli bir şura var idi. Danışaram və sənin bu tələbi istəyidi orada ortaya qoyaraq masaya yatıraq danışarıq, müzakirə edərik. Və gerçəkdən də elə oldu. Sonralar həm şəhərin girəcəyində Astara tərəfindən, həm də ki, elə o gölün sanıram ki, yaxınlığındakı tabloda təkrardan dəyişdilər. Yəni, Kovsər yazmışdılar. Onu üstünə boyadılar, rəhlədilər və Şorəbil yazdılar. Yəni, mümkündür ayrılar da gedib demişdim. Mən demirəm, tək mən dedim. Ancaq ən azından öz gördüyüm işi mən xatırlayıram ki, dedim bunu mən. Və o zamanlar da görüldü. Şorəbil qaldı yerində, indi Şorəbil deyilir. Tarixi adı üstündə qaldı. Amma
O zaman o etirazlar olmasaydı, muhtemelen elə Qovsər qalacaqdı. Bizim də əziz Hüseynci millətimiz yaxamızı didirik, dağıdırıq, başımızı yarırıq. Amma bilmirik ki, o yolunda başımızı yardığımız, ya sinə vurduğumuz, ya zəncir vurduğumuz şəxs özü bir azadə insandır. Deyirdi ki, dininiz olmasa belə ən azından özgür olun, erkin olun, azad olun. Bu İmam Hüseynin sözüdür. Amma biz İmam Hüseynin sözünə baxmırıq ki, sadəcə dərdimizi aparıq onun qapısına ki, məsələn, nə bilim, bir yerdən şəfa Allah, bir xəstəliyimiz, kasıbçılığımızı bir şəkildə çevirək varlılığa, ondan sonra borcumuz varsa borcumuzu qapataq. Belə-belə dərdli gedirik ora və bilmirik ki, İmam Hüseynin o dediyi yol mümkündür, daha böyük bir yol ola, fərqli ola və faydalı bir yol ola. Nəysə, o da bizim o məsələmizdir ki, orada da cahil qalırıq. Millətimizə sayğısızlıq olmasın, özümü deyirəm, çox cahil qalmışıq məsələyə görə də. Hər halda mübarək savalan sözlüyü, adı, kəlməsi inşallah təkrar rəsmiyyətə düşər. Gerçi millətin dilində olduğu sürəcə rəsmiyyətdədir. Amma yenə də kitablarda, tablolarda, xəritələrdə filanlarda savalan yazılsa və biz də o şəkildə görsək çox sevinərik. Amma inşallah millətimizin iradəsi ilə gün o gün olacaq ki, daha biz ona buna yalvarmaqdan qurtaracağıq və öz ağamız, öz nökərimiz olacaq, öz əlimiz, öz başımız olacaq. Öz millətimiz iradəsini rahat-rahat o siyasət meydanlarında sərgiləyəcək, nümayiş etdirəcək. Biz də bir normal millət kimi yaşayacağıq. Öz ana dilimiz olacaq. Rəsmiyyətdə, mədrəsələrdə, məktəbdə, universitetlərdə, kolleclərdə, idarələrdə, rəsmi qurumlarda, qeyri-rəsmi qurumlarda, özəl şirkətlərdə, dövlət şirkətlərində, xiyabanlarda, küçədə, bazarda həm ana dilimiz rəsmiyyətdə olacaq, həm də öz tarixi adlarımız yerinə qayıdacaq, həm də ki, biz də bir millət kimi yaşayacağıq. Allah qoysa, inşallah. Çox sağ olun məni izlədiyinizə və dinlədiyinizə görə. Allah sizin canınızı sağ eləsin. Yaxın zamanda yenə də görüşəcəyik. Gələn görüşə qədər hələlik.